Qorxu, hamımızın dərinlərdə hiss etdiyi, amma çox azımızın tam olaraq anladığı o qədim duyğu. Bugün biz bu daxili düşməni anlamaq və ona qalib gəlmək üçün bir döyüşçü zehniyyəti ilə səyahətə çıxırıq. Amma məqsədimiz qorxunu tamamilə yox etmək deyil, yox. Əsl məqsəd onunla birlikdə, ona baxmayaraq irəliləməyi öyrənməkdir. Sonuncu Samuray filmindəki General Katsumoto kimi liderləri düşünəndə ağlımıza qorxusuz cəsarət idealı gəlir. Amma gəlin səmimi olaq. Bu ideal obrazla bizim içimizdə yaşadığımız o real, çiğ qorxu arasında dərin bir uçurum var. Bəs biz bu uçurumu necə aradan qaldıra bilərik? Necə olur ki, eyni his, yəni qorxu, bəzilərini dondurub iflic edir, digərlərini isə sanki daha da gücləndirir? Qorxunun necə bir hiss olduğunu hamımız çox yaxşı bilirik, elə deyilmi? Səsinizin titrəməsi, beyninizdəki o dayanmaq bilməyən səs-küy, fikrinizi bir yerə cəmləyə bilməmək, sanki öz zehninizin sükanı arxasından atılmısınız, idarə sizdə deyil. Amma baxın, burada çox vacib bir məqam var. Bu sizin zəifliyiniz deyil, bu sizin günahınız deyil, bu sadəcə biologiyadır. Yaxşı, gəlin indi bu hisslərin arxasındakı elmə bir baş vuraq. Bunu anlamaq çox vacibdir. Çünki bu hiss etdikləriniz bir qüsur, bir problem deyil. Tam əksinə, bu beynimizin bizi qorumaq üçün istifadə etdiyi, belə deyək, qədim amma mükəmməl bir sağ qalma fəndidir. Bütün bu prosesin mərkəzində amigdala dayanır. Onu beyninizin təhlükə detektoru ya da həyəcan siqnalı düyməsi kimi düşünə bilərsiniz. Bu kiçik badam boyda hissə var gücü ilə ətrafı skan edir və ən xırda bir potensial təhlükə hiss edən kimi dərhal həyəcan siqnalını işə salır. Və baxın, ən kritik məqam məhz buradadır. Amigdala o həyəcan siqnalını çaldığı anda beyninizin məntiqli, rasional düşünən hissəsinə, prefrontal korteksə gedən yolu sanki kəsir. Bədəniniz dərhal kortizol və adrenalinlə dolur. Niyə? Çünki təhlükə anında sağ qalmaq üçün beyniniz düşünməyi yox, hərəkət etməyi prioritetləşdirir. Yəni, düşünmə, qaç və ya düşünmə, savaş rejimini işə salır. İndi isə gəldik bəlkə də ən heyrətamiz hissəyə. Beyniniz real təhlükə ilə xəyali təhlükə arasındakı fərqi demək olar ki, bilmir. Gəlin bir saniyəlik bunu yoxlayaq. Gözünüzü yumun və şirəli turş bir limonu dişlədiyinizi təsəvvür edin. Hiss etdiniz, ağzınız sulandı, düzdür, amma ortada heç bir limon yox idi ki. Bax, qorxu da eyni ilə belə işləyir. Sizin üçün sadəcə bir narahat düşüncə olan şey, beyniniz üçün real bir pələng təhlükəsi ilə eyni bioloji reaksiyanı başladır. Eyni həyəcan siqnalı, eyni hormonlar. Yaxşı. Daxili düşmənin necə işlədiyini, onun mexanizmini anladıq, indi isə gəlin onun gücünü əlindən alacaq çox vacib bir məlumata, əsl bir dönüş nöqtəsinə baxaq. Hazırsınız? Diqqətlə qulaq asın. Narahat olduğumuz, gecələr bizi yuxusuz qoyan şeylərin 80%-i heç vaxt baş vermir. Bir saniyə dayanıb bu rəqəm haqqında düşünün. Bu deməkdir ki, qorxularımızın həqiqətən də böyük əksəriyyəti sadəcə zehnimizdə yaratdığımız heç vaxt gerçəkləşməyən kabuslardır. Bax elə bu səbəbdən biz qorxularımızı fərqləndirməyi bacarmalıyıq. Onları iki qrupa bölmək olar. Bir tərəfdə bizi həqiqətən qoruyan faydalı təkamül qorxuları var, hündürlükdən, oddan çəkinmək kimi. Bunlar bizim sağlamağımız üçün lazımdır, amma digər tərəfdə bizi məhdudlaşdıran, irrasional, əsassız qorxular var. Kütlə qarşısında danışmaq, uğursuz olmaq, rədd edilmək qorxusu kimi. Bax, bu ikinci qrup bizim qızıl külçəmizdir. Niyə? Çünki şuurlu addımlarımızın ən böyük təsir göstərəcəyi yer, həyatımızı dəyişdirə biləcəyimiz yer məhz buradır. Yaxşı, düşməni anladıq, onun gücünün çox vaxt bir illüziya olduğunu gördük, hədəfimizi də müəyyən etdik. Bəs indi nə etməli? Gəlin irəliyə doğru yolu açan ən güclü strategiyaya keçək. Keçmiş dənizçi xüsusi təyinatlısı Joko Willink'in bu sözləri demək olar ki, qorxu ilə mübarizənin manifestidir. Hərəkətsizlik, qərarsızlıq. Bax, əsl təhlükə budur. Qorxunun sizi olduğunuz yerdə dondurmasına icazə vermək, meşədə itib sadəcə ölümü gözləməyə bənzəyir. Çıxış yolu isə heyrətamız dərəcədə sadədir. Sadəcə hərəkət et. Yeriməyə başla. Bu fəlsəfəni gəlin 4 sadə addımla həyatımıza tətbiq edək. Birincisi, hərəkətsiz olduğunu qəbul et. Bəli, qorxu məni dondurub, mən yerimdə dayanıram. Bunu etiraf etmək ilk və ən vacib mərhələdir. İkincisi, hərəkət elə. İstənilən istiqamətdə. Balaca, cılız bir addım at. Məqsəd dərhal düzgün yolu tapmaq deyil. Yox,
Məqsəd sadəcə o durğunluğu pozmaqdır. Üçüncüsü, yolunu düzəlt. Artıq hərəkətdə olduğun üçün perspektivin dəyişib, ətrafı daha aydın görürsən. İndi daha məlumatlı, daha yaxşı bir qərar verə bilərsən. Və dördüncüsü, təkrarla. Unutmayın, tərəqqi mükəmməl bir başlanğıcdan yox, davamlı kiçik addımlardan ibarətdir. Beləliklə, gəlin bütün bu müzakirəni qorxu ilə münasibətimizi kökündən dəyişdirəcək son bir müdrik fikirlə yekunlaşdıraq. Məşhur psixoloq Carl Jung deyirdi, nəyə müqavimət göstərirsənsə, o davam edər. Bu, bütün bugünkü söhbətimizin bəlkə də ən dərin özətidir. Bilirsiniz, cəsarət qorxunun olmaması deyil. Əsl cəsarət, qorxunu hiss edərək, ona baxmayaraq, onunla birlikdə irəliləməkdir. Çünki siz qorxu ilə döyüşdükcə, ona müqavimət göstərdikcə, onu daha da gücləndirirsiniz. Amma onu bir yol yoldaşı kimi qəbul edib hərəkətə keçdiyiniz an, bax o an onun sizin üzərinizdəki hakimiyyəti azalır. Bugün biz qorxunun biologiyasını anladıq, onun gücünün çox vaxt bir illüziyadan ibarət olduğunu gördük və hərəkətin hər şeydən güclü olduğunu kəşf etdik. İndi isə növbə sizindir. Bir anlıq dayanın. Sizi dayandıran, irəli getməyinizə mane olan o qorxunu düşünün, onu gözünüzün önünə gətirin və indi özünüzdən soruşun. Mənim ilk addımım nə olacaq?